Laboratoriya dərs zamanı müəllim içərisində m qram kalsium hidroksid olan məhlula artıq miqdarda karbon qazı buraxdı. Onun sınaq şüşəsindəki proses izləyən şagirdlər əvvəlcə məhlulun bulandığını, sonra isə yenidən tam şəffaflaşdığının şahidi oldular. Sonra müəllim sınaq şüşəsini tərəzi üzərinə qoydu və sınaq şüşəsi 44 qram artdığını müşahidə etdi. Götürmüş m qram kalsium hidroksid tam sərf olunub. Bizə nəliyi müvafiq reaksiya tənliklərini yazmaqla emi və sərf olunan karbon qazının həcmini hesablayın deyik. Gəlin baxaq. Biz iki dənə reaksiyanın ikisində yazmırıq. Çünki artmağa səbəb kalsium hidroksid məhluluna bizim verdiyimiz karbon qazıdır. Yəni buradan alınacaq kalsium karbonat və H2O. Və sonra növbəti kalsium karbonat və su olan qaba yenidən karbon qazını versək, alınacaq kalsium hidrokarbonat. Reaksiyada birin birə gedir, belə deyək. Əmsal yazmağa ehtiyac olmur. Deməli, burada belə bir məsələ var. 44 qram artıbsa, deməli, cəmi hər ikisində, belə deyək də, 44 qram karbon qazı reaksiyaya girib. Belə deyək də, burada hər iki reaksiyada mən 74 qram kalsium hidroksidin emeridir. 74 qram kalsium hidroksid götürsəm, buradan avtomatik 88 qram karbon qazı sərf olunur. Çünki karbon qazının emeri 44'dür. 44, bu da 44 cəmdə. Bizə amma 44 verib. Yəni 44 qram karbon qazı tam artmağa səbəb karbon qazıdır. X, buradan X deyiləcək 37 qram. Yəni 37 qram bizdə nə var? Kalsium hidroksid var. Yəni emimiz 37'dir bu arada. Yəni bizdən emi soruşur. Deməli m bərabərdir 37. Bir də sərf olunan karbon qazının həcmi. Artmağa səbəb, yəni 44 qram karbon qazı x litr. Normalda elə karbon qazı emeri 44'dür də 22,4 litrdir. X da buradan eləyir. Elə 22,4 litr. Deməli, birin cavabı emimiz 37'dir. İkinin cavabı da yəni 22,4 litrdir.